Zaqatala rayonu Göyən Bələdiyyəsinin sədri Coroba Rahay uzun illərdir ki, məsuliyyətli fəaliyyəti, vətəndaşlara yaxın münasibəti, təşəbbüskar rəhbərliyi ilə seçilir. O, bələdiyyə sədri kimi çalışdığı müddətdə kəndin sosial rifahının yüksəldilməsi, infrastrukturun yaxşılaşdırılması və sakinlərin problemlərinin operativ həlli istiqamətində ardıcıl addımlar atmışdır. Coroba Rahayın rəhbərliyi ilə ərazidə abadlıq və quruculuq işləri genişləndirilmiş, yolların təmiri, küçələrin işıqlandırılması və sosial layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Sədr hər zaman sakinlərlə açıq dialoqa üstünlük verir, onların müraciətlərinə həssaslıqla yanaşır və problemlərin həlli üçün real nəticələr əldə edir. Onun əsas üstün cəhətlərindən biri şəffaflıq və ədalət prinsipinə sadiqliyidir. Coroba Rahay həmçinin gənclərin ictimai fəallığının artırılması, aztəminatlı ailələrə dəstək göstərilməsi və kəndin ümumi inkişaf strategiyasının formalaşdırılması istiqamətində mühüm təşəbbüslər irəli sürmüşdür. Göyən Bələdiyyəsinin bugünkü inkişafında Rahay xanımın zəhməti və təşkilatçılıq bacarığı xüsusi rol oynayır. Sakinlər tərəfindən hörmət və rəğbətlə qarşılanan sədr öz fəaliyyəti ilə yerli özünü idarə etmə orqanlarında nümunəvi rəhbər obrazı formalaşdırmışdır.